Uşağı ilə saatlarla oyun oynayan, üst-üstə uşağına 8-10 kitab oxuyan, uşağının hər istədiyini şərtsiz qəbul edən, xoşbəxt etmək istəyən bir valideyn özünü yaxşı valideyn kimi görə bilər və yaxud da özünü mükəmməl bir valideyn kimi hiss edə bilər. Amma bir müddət sonra valideyn o qədər yorulmağa başlayır ki, yorğunluq bərabərində qəzəbi gətirir və qəzəb ailə daxilində münasibətlərin korlanmasına səbəb olur. Doğru istiqamətləndirməkdə məqsədimiz burada zamana deyil, prosesə baxmaqdır. O müddətdə mən uşağımla nə edə bilərəm? Uşağımın davamlı olaraq xoşbəxt olmasına ehtiyac varmı? Duyğular müsbət və mənfi duyğulardır. Biz həmişə uşağımıza müsbət duyğular yaşatmaq istəyirik. Xoşbəxtlik, həyəcan, gözləntilərin sonunda gələn sürprizlər, amma mənfi duyğular səbr etmək, səbr edib nəticə əldə etmək, xəyal edib xəyal qırıqlığına uğramaq. Uşaqlarımız bunları evdə yaşamır. Uşaqlarınızın bunları yaşadığı ilk yer bağça və məktəbdir. Və ona görə də uşaqlar həmin yerlərə getmək istəmir, çünki orada həyatın gerçəyi var.